Avrasiya materikinin yarımadalarla tanış olaq. İlk öncə Kiçik Asiya yarımadası Türkiyə yerləşir. Bu hissədə Abşeron yarımadası Xəzər dənizi ərazisində, həmçinin Xəzər dənizi ərazisində müvafiq olaraq Qazaxıstana məxsus olan Mangistau və Buzaçi yarımadalarının adlarını qeyd edə bilərik. Deməli, Türkmənistana məxsus olan Çələkan və deməli Türkmənbaşı yarımadalarının adını qeyd edə bilərik. Həmçində Beşdaş yarımadasının adını qeyd edə bilərik. İrana məxsus olan Miyanqala yarımadasının adını qeyd edə bilərik. Eyni zamanda deməli Krım yarımadası, daha sonra Krımın şərq nöqtəsi olan Kerç yarımadası, həmçinin Kerç boğazında yerləşir. Taman yarımadası, Balkan yarımadası çox sayda dövlətin ərazisi yerləşməkdədir. Apenin yarımadası İtaliya dövləti yerləşməkdədir. Piriney yarımadasının adını qeyd etmək olar. İber yarımadası da adlandırılır. Bretan yarımadası Bretanlılara məxsusdur. Deməli, Jutlandiya yarımadası, Skandinaviya yarımadası, Kola yarımadası. Bu hissədə Kanin yarımadasının adını qeyd etmək olar. Daha sonra bu hissədə Yamal yarımadası, şərq nöqtəsində Qıdan yarımadası. Bu hissədə deməli Taymir yarımadasının adını qeyd etmək olar. Eyni zamanda ucqar şərq nöqtə olan Çukot yarımadasının adını qeyd etmək olar. Kamçatka yarımadası, həmçinin Koreya yarımadası, eyni zamanda Hindçin yarımadası, Malakka yarımadası və Hindistan yarımadası ən böyük yarımadalarından biri. Eyni zamanda böyük yarımadalarından biri olan Ərəbistan yarımadasının adını qeyd etmək olar.